Bu qorxuyla bağlı paranormal araşdırmamı sizinlə bölüşmək istəyirdim. Qorxu nədir? E, İnsan Allahdan qeyrisindən nədənsə qorxanda nə baş verir? Tibbi dildə desək, beyində olan impulsların, neytronların yeri dəyişərək elektron düzgün bağlamayaraq başqa cür düşünməyə başlayır. Fikir verirsiniz, elektronlarla olduğuna görə beyin qorxanda bütün bədən silkələnir və yaxud da reaksiya verir. Beyində elə bir qorxu ilə beyində elektron partlayış baş verir. Və ondan sonra beyin artıq işləmə potensialı aşağı düşür. Başlayır hər şeydən qorxmağa, qışqırmağa, gecələr yatanda. O neyronlar var, beyində olan impulslar, neyronlarla elektron, ümumiyyətlə qanımızda olan %20% elektronu beyin istifadə edir. Və qorxanda beyində olan elektronların yerləri dəyişir, impulslar aşağı düşür. Elə bir ki, necə ki işıq riski yanıb sönəndə həmin cihazlara təsir edir də. Bəzən cihazlara stabilizator qoşurlar və yaxud da ki bir lampoçka artıq enerjinin qarşılasın deyə, cihaza ziyan verməsin deyə yerləşdirirlər. Beyində də şübhəsiz var, amma yəni də bəzən beyinə zərər verir. Aparırlar qorxuluğunu çıxartsınlar deyə cadugarın, falçının və yaxud da ki, nə bilim, pirdə aparıb qorxuluq çıxarırlar, yandırırlar. Güya qorxudaraq həmin o impulsların yerini düzəldəcəklər. Amma mən demək istəyirəm ki, o insana tövbəyə, duaya dəvət eləsən ki, Allahdan qeyrisindən qorxduğum üçün tövbə edirəm, Allahım, tövbə etdim, əstəğfurullah, tövbə etdim, əstəğfurullah. O düzəlir, özünə gəlir inşallah Allahın izni ilə. Yəni şarlatanlar sizi qorxu ilə aldatmasın. Sadəcə davamlı dualarınıza, tövbələrinizə bağlı bir şeydir, keçici bir şeydir. Allahın salamı, xeyir, bərəkəti olsun hər birinizə.